Hər vaxtınız xeyir olsun, hər birinizi salamlayıram. Bugün Bompani və Olman Baku ilə birlikdə sizinlə Leylanın Danışan Reseptləri kitabından sağlam sırniklər hazırlayacağıq və il sonu günlərində sizinlə görüşürük. Ümid edirəm ki, yeni ildə, yeni il masasında bu sırniklər sizin masanızı tam sağlam şəkildə bəzəyəcəkdir. İstifadə edəcəyimiz ingredient 200 qram kəsmik, 2 ədəd yumurta, 2 xörək qaşığı manna yarması, 1 xörək qaşığı qarğıdalı nişastası və 1 ədəd portağalın qabığı lazım olacaqdır. Və bütün ingrediyentləri yaxşıca qarışdırırıq. Tavamızı ocağın üzərinə qoyuruq və qızmasını gözləyirik. Biraz yağ əlavə edəcəm, bitki yağıdır. Və tavamız qızana qədər mən kündələri hazırlayıram. Sırniklərimizi tavamıza yerləşdiririk. Kündələrimizi tavaya yerləşdirdikdən sonra qapağını örtürük və beləliklə sırniklərimizi iki tərəfli qızardacağıq. Sobamızı yandırırıq. Dərəcəmizi seçirik. Və dəqiqəmizi qoyuruq. Salam. Biraz qızsın. Ondan sonra davam edəcəyik. Sous üçün bizə lazım olacaq 300 qram smetan, 2 ədəd yumurta, və 50 qram ağcaqayın siropu. Və bunu mikserlə yaxşıca qarışdırırıq. İndi isə soba üçün tavamızı hazırlayaq. İlk öncə sırnikləri yerləşdiririk qabımıza. Daha sonra isə sosumuzu əlavə edirik sırniklərimizin üzərinə. Yerləşdirək sobaya. Sobamıza yerləşdiririk və 20 dəqiqə 200 dərəcədə bişiririk. 20 dəqiqə sonra görüşmək üzərə. Sırniklərimiz sobada hazır olana kimi isə sizinlə gəlin bir sağlam çay hazırlayaq. Məndə burada yasəmən var. Biraz da qızılgül əlavə edəcəm. Həm gözəl ətri olacaq çayımızın, həm də gözəl görünüşü.
2-3 dəqiqə çayımız hazır olacaqdır. Sobamızı söndürürük və sırniklərimizi çıxardırıq. Bəh, 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 bəh. İl sonu ərəfəsində görüşdüyümüz üçün seçdim ki, bu dəfə mandarinlər bəzəsin bizim sırnikləri. Mandarinlərimizi düzdükdən sonra isə üzərinə kakos qırıntılarının üyüdülmüş kakosları əlavə edirik. Əminəm ki, qoxusu qədər dadı da çox ləzzətlidir və sizin yeni il masanızı sağlam şəkildə bəzəyəcəkdir. Sağlam bitki çayımızı da stəkanımıza əlavə edirik. Çox ləzzətlidir və əminəm ki, siz də bəyənəcəksiniz. Sizi qarşıdan gələn yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Bompani komandası və Olman Baku sizə huzurlu, rahat və ən əsası sağlam bir 2026-cı il diləyirik. Həmişə sağlam olun.